Değerli Vətənin Səsi TV izləyiciləri, sizə bugün Vətənin Səsi TV təqdimatında bir qazimizi, Azərbaycanın torpaqları uğrunda xüsusi təyinatlarda döyüşmüş Bağışlı Orxanı təqdim edəcəm. Bugün Azərbaycanın qismən bütövləşməsi, Azərbaycanın işğaldakı torpaqların azad olunması uğrunda döyüşən igidlərimizdən biri Bağışlı Orxan bugün Vətənin Səsi TV-də qonaqdır. Qonaq qismində iştirak edir və onu da nəzərinizə çatdırım ki, bugün mən də Orxanla eyni bir şirkətdə işləyirəm və bu cür cəngavər oğullarla bir şirkətdə işləməyimlə qürur duyuram. Biz bugün Azərbaycanın əzəli torpağı olan, işğaldan azad olan Xan kəndindəyik və fürsətdən istifadə edib Orxan bəydən döyüş təəssüratlarını alıb sizlərlə bölüşəcəm. Orxan bəy, ilk yəni söhbət Vətən müharibəsindən 44 günlük savaşdan gedir. İlk döyüş təəssüratlarınız barədə bir danışa bilərsinizmi? Salamlayıram bu arada hər kəsi. Buradan bütün döyüş yoldaşlarıma salamlayıram hər kəsi, komandir heyətinə də. İlk döyüş təəssüratı elə bir hissdir ki, yəni açılılmaz, yəni döyüş bir ruh, qismən, yəni həqiqətən də mükəmməl, qorxusuz, güclü, cəngavər kimi bir vətən keşiyində duran. Necə anladım ki, yəni məni başa düşəsiniz. Çox gözəl hissdir, həqiqətən də. İlk döyüşünüz harada baş tutdu? Füzuli rayonu Azıq kəndi. İlk döyüşə orada başladınız. Və elə ilk döyüşdə ermənilərə kim olduqlarını yəqin ki göstərə bildiniz. Əlbəttə. Və burada adam biraz bəzi hisslər keçirdir. Biz bu torpaqlarımız işğal olandan 2020-ci ilə qədər demək olar ki, Azərbaycan olaraq bunlara çox güzəştlər olundu. Beynəlxalq qanunlara, sülh çərçivəsində bu məsələnin həlli anlamadılar. Amma onlara bu dərsi verən Azərbaycan ordusu, Azərbaycan oğulları oldu. Mən ümumiyyətlə xüsusi təyinatların adını eşidəndə qürur duyuram, qürur hissi keçirdirəm. Çünki bizim şəxsən tanıdığımız igidlərimiz olub, bu xüsusi təyinatlarda döyüşənlər. Biz Polad Rzayevin döyüş yolunu yaxından öyrənmişik, yaxından bələd olmuşuq və ona görə də xüsusi təyinatlarda döyüşən hər bir igidimizin döyüş yolundan fəxr edirik. Çox sağ olun, təşəkkür ederim. Polad Rzayev də həmin o döyüşlərdə 14 yaşayış məntəqəmizin azad olunmasında və o 14 yaşayış məntəqəsinə Azərbaycan bayrağının asılmasında şəxsən iştirak etmişdi. Orxan bəy, hara qədər getdiniz bu döyüşlərdə? Deməli, Füzuli rayonunun, Qubadlı rayonunun, Laçın rayonunun bu istiqamətlərində döyüş fəaliyyətimizi yerinə yetirmişdik. Təbii ki, bugün biz bu azad olunmuş, işğaldan azad olunmuş ərazilərimizdə harada oluruqsa, biz ilk öncə şəhidlərimizi xatırlayırıq, şəhidlərimizi yad edirik, qazilərimizi xatırlayırıq, qazilərimizin, şəhidlərimizin o cəngavərliyi, o igidliyi sayəsində biz bugün işğaldan azad olunmuş ərazilərimizdə rahat hərəkət edə bilirik və bunun üçün də həmin şəhidlərimizin ruhları önündə baş əyir, onların, o şəhidlərin analarının əllərindən öpür, onların qarşısında baş əyirik, qazilərimizin önündə baş əyirik, qazilərimizin əməyini həmişə dəyərləndiririk və bu dövlətimiz, hökumətimiz tərəfindən də belə olmalıdır. Orxan bəy,
Və siz hər döyüşə atılanda və bu nəticəni görəndə hansı hissləri keçirirdiniz? Ümumiyyətlə o vaxta qədər yaradılmış qondarma erməni mifi, erməni xofu dağıldıqca hansı hissləri keçirirdiniz? Bu Çox barədə bir böyük bir qürur mənbəyi idi həqiqətən də. Yəni bunu dilimizə gətirmək qədər, yəni göz yaşlarımız sevinci, yəni həqiqətən də həddi-hududu yox idi. Çox gözəl bir hiss idi ki, yaxşı hiss idi. Allah bizim şəhidlərimizə rəhmət eyləsin. Allah qazilərimizə can sağlığı versin. Çox gözəl bir hiss idi həqiqətən də. Yəni bugünkü gündə də şəhidlərimizin, qazilərimizin Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bugünkü gündə həqiqətən də onların döyüş yollarını, necə deyim, yarımcan olmağının səbəbinin, yəni burada durub biz rahat şəkildə işləməyimizin səbəbi, yəni onlara borcluyuq həqiqətən də. Yəni Allah yenə də deyirəm, Allah şəhidlərimizə bir daha rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin inşallah. İnşallah Orxan bəylə bir 2-3 ay bir yerdə işləməyimizə baxmayaraq, mən bu son günlərdə bilmişəm ki, Orxan bəy vətən müharibəsinin qazisidir. Orxan bəy çox ləyaqətli bir oğuldur. Yəni bu qəhrəmanlığını həmişə özündə gizlədən, yəni reklam eləməyən bir dəyərli vətən oğludur. Bugündən sonra mən imkan düşdükcə Orxan bəyin döyüş yolu barədə dəyərli izləyicilər sizi məlumatlandıracağam. Hələlik vaxt baxımından Orxan bəylə sağollaşıram və Orxan bəyə də, sizlərə də Zəfər bayramınız mübarək olsun deyirəm.